sonra görülməni deyəndə, həqiqətən də bölgün haqqıqsa, Əsana xanım, siz zəhmət olmaqsa əyləşin. Yəqin ki, Həmdullah qardaşımız həm şəhid qardaşım, həm şəhid atasıdır, antropoloq şəhidin atasıdır. Allah rəhmət eləsin. Ayaslan şəhid tamızdır. Füzuli Teymurov şəhid tamızdır, mənim adaşımdır. Davud kişi şəhid tamızdır. Və bizim indi bir neçə nəfər gələcək buraya əlavə? Bir dənə mehman gələcək. Çünki biz qısa elədir, biz demək olaraq ki, mütəmadi olaraq 3 aydan 4 aydan daha yığışırıq bura. Bəzən cənab başçı olur, bəzən olmur, amma bizim indi Cahangir kili gəlməlidir. Cahangir kili gəlməlidir. Bizim yazılmamış bir qanunumuz var. Yatığı dəf alınalıb, hər gün, hər həftənin 5-ci günü saat 4-də, kiminə 5 asılıdsa, yığışırıq biz bir yerdə, çay sürür, söhbət edirik, dəftəşürük. Sizə də təşəkkür edirik, siz jurnalist varəsindən izləyirəm, görürəm, şəhid ailələrini, ondan sonra qadilərimizin yanındasınız, onların problemlərini qaldırırsınız, işıqlandırırsınız. Amma bəyək bizim humanitər sektorumuz ilə bir rolunda da dedim ki, yəni bu qarşılıqlı olmalıdır. Dövlət qurumlarla qarşılıqlı olmalıdır. Çünki bəzən vətəndaş elə bilir ki, haqlıdır və yaxud məsələn mənim öz yanıma gəlir, səhərdən şəhidlərimiz gəlir, başqa bir problem var, amma götürür başqa təşkilatda müraciət edir. Yəni bu düzgün deyil. Müraciətlər ünvanlı olanlar. Gözəl insanlar. Saat 4'e demişler. Hala 4'e Necə sus görürsünüz? Həsənə xanım da biraz ona maralı gəldi. Şimdi yine diyor şəhid olan həmişə bir yerdə olursunuz. Dedim ki, belə sizi dəvət edirik. Ona görə də Həsənə xanım təşrif buyurdu günləri. İndi rəhbəri ilə danışdıq, xanımlarım sağ olsunlar. Bizdə ümumilikdə 267 şəhid alınır. Bunun cəm şəhidlərimiz Allah rəhmət eləsin. Bunun 155-i 90-cı şəhədidir. Yəni o 2020-yə qədər olan şəhidlərimizdir. 110 şəhidimiz isə 2000-dən sonra. Mən deyərdim ki, Cəlilabad, yəni çox rayonlarda olursunuz, Masallıda, Lənkəranda, digər yerlərdə bizim şəhid ailələrimiz həm özlərinə, həm şəhidlərinə, həm vətənə, həm dövlətə dəyər verən insanlardır.